1 saat ərzində iftar süfrəsi qurdum. Bu gördüklərinizi tam 1 saat ərzində hazırladım. İftara nə hazırlayım fikir sizi yorursa izləmədə qalın. Sizinlə belə maraqlı menyular paylaşacağam. Bilirsiniz ki, oruc olanda insanın ürəyi çox fərqli bir şeylər istəyir. Mən də yayın ləzzətini qışa gətirmək istədim. Göbələk, badımcan, pomidor, xırda kartof, toyuq əti, pomidor və bibər. Pomidor, bibər xaric hər birini soba listinə yığıram. Duz, istiot, duru yağ, qırmızı pul bibər, qırmızı şirin toz bibər, sar kökü qarışdırıb əlavə eləyirəm hər birinin üzərinə. Öncədən isitdiyim 200 dərəcəyə sobada başladı pişməyə. Bu gün ürəyimə doğraması düşmüşdü. Ona görə doğraması hazırlamaq qərarına gəldim. İftar süfrəsində şorba mütləqdir. Bu gün soyuq şorba hazırlamaq qərarına gəldim. Qatığın üzərinə xiyar, keşniş, soğan və şüyüd əlavə edib qarışdırdım. Soyuducuda çoxdandır bişməyini gözləyən çuğundurlar var idi. Onu da vinegret salatı hazırladım və belə dəyərləndirdim. Çuğundur, kartof cəfəri, lobya, qırmızı kələm turşusu, qırmızı soğan, duru yağ və duz, istiot əlavə edib qarışdırdım. Ən sevdiyim salatlardan biridir. Salatı hazırlayan kimi soyuducuya qoydum. Tam 1 saat ərzində artıq yemək də hazır olmuşdu. Salat da hazır idi. Doğramacı da servis qabına aldım. Artıq süfrəni düzmək vaxtıdır. Rəbbim tutduğunuz orucları qəbul etsin, nuş olsun, göz haqqınızı halal edin. Hələlik.